Salam dostlar, bugün bizim dibi bloklardan axırıncı dərsimiz olacaq. Gəlin, keçən dərsdə keçdiyimizi təkrar eləyək. Biz keçən dərsdə səhv etməmişsə, bəli, 2 dənə struktur yaratmışdıq və bir dənə massiv yaratmışdıq. Məsəl üçün, siz burada yazmışsınız, biz burada yazmışıq, daha doğrusu 10 ədədi 0-5 dənə olsun, -5 dənə, 10 ədədi 100 dənə və 40 ədədi 500 dənə olsun. Buna baxmaq üçün view'a gəlirsiniz və burada data view var. Burada bütün verdiyimiz dəyərlərə baxa bilirik. Və gəlin indi bu verdiyimiz strukturları istifadə edək. Buradan bağlayaq və keçək oba bir blokuna. Deməli, view'adır. Bağlayaq və gəlin təzə network əlavə eləyək və burada biz yoxlayaq, add function yoxlayaq. Birinci deməli, bura verək insert symbol, data motor verə bilirik. A verək. İkinci elementə verək bizdə data B-ni verək. Yəni datanı verdim. İstəyirəm. Insert symbol. Data B. Və output'a verək data C-ni. Data C. Var C-ni. Və bunu bağlayaq. Gəlin bir dənə də yoxlayaq bizim motorun on-off'un. Bunu da yoxlayaq bizim logic funksiya ilə, trigger ilə, daha doğrusu trigger əlavə eləyək və yerə əlavə eləyək motor off. Burada artıq görürsə, bu integer datalar görsənmir buradakı kimi. Bu o deməkdir ki, bizim bu blok məntiqi olduğundan 0-1-i götürə bilir əslində. Çünki burada göstərirdi motorun. Amma bu blok iminə bool götürür. Yəni bool data type-ını götürür, integeri götürə bilmir. Deməli, bura off və burada da eləyək 10. Symbol, data 2, data motor, 10. Və bizdə yaddan çıxdı bunun adresini qoyaq. Məsəl üçün nə? Q4.0 olsun belə. 0 və save eləyək və gələk bizim simulatora. Bir dənə qoy, mən interfeysləri yoxlayayım. Takva çıxdı, bunlar bağlıdır, düzdür. Və simulator start verək dostlar. Hər start verəndə çalışın, bunu resetləyin. Qoy təmizlənsin, rampaya keçin və proqramı yükləyək. Yes. Hop. Yes. Baxaq, bizim simulator işlədi. Bəli də, gələk OB1 blokunu açaq. Bu bizə lazım deyil, bu lazım deyil, bu lazım deyil və gələk bura. Burada neyini yoxlayaq. Mən açıqımızı qeynək dostlar. 20 var bu bizdə çox güman ki 0'dır. Bu da 20. Gəlin burada elə dəyişək. Modify eləyək bunu 100. Enter 120 oldu və burada da eyni yoxlayaq. 1'ə bura işlədi. Output işlədi və bir eləsək sönəcək və gəlin bunu da söndürək, bunu da söndürək və gəlin eyni əməliyyatlara STL eləyək.
eyni əməliyyatlar monitoru söndürək, view, STL, açıqını qeynək, yenidən. Burada dostlar, baxın DB1 bloku bizdə 2-dədir. Bu deməkdir ki, shared blok yaratmışıq və 2-ni istifadə edirik. Burada ədədlər açılanda 16 say sistemində göstərilir. Siz onu dəyişmək üçün represent decimal basırsınız və artıq bizdə onluq say sistemidir. Yenə də eyni cür modify, buranı eləyək 200, tam dəyişdi və burada görürsünüz çıxışlar, bir də bir söz deyim, yəni integer üçün çıxış dəyərləri və giriş dəyərləri var, burada göstərir, bu table'da göstərir. Məntiqi əməliyyatlar üçün isə burada göstərir. Burada RLO nə deməkdir? Result of logical operation deməkdir və state deməkdir. Burada dəyişək, yenə də 1 eləyək. Dəyişdi və çıxışımız dəyişdi və bunu indi 1 eləsək, modify to 1 və budur, çıxış 0 oldu. Bir də dostlar, bu gördüyünüz yazı data 2 motor ok, bu bizdə simvolik ünvanlamadır. Biz həm də buna long ünvanlama deyirlər. Biz baxmaq istəsək, əgər bizim data blokda bu necə görsənirsə, bu düyməyə basırsınız, symbolic representation of və artıq görürsünüz bizim DB2 bloku, onun yaçeykası. Yaçeyka deyəndə xanasıdır Azərbaycan dilində və ondan sonra gələn ünvanı. Burada dostlar, bir də nəyi göstərmək istəyirəm sizə, nəyi izah eləmək istəyirəmsə, STL dilinə aiddir, düzdür, amma bəlkə gələcəkdə lazım olduysa. Məsəl üçün bizdə yazılıb DB1, 2. Burada backgroundda nə iş gedir? Gəlin bir dənə mən print açım. Print açım, belə göstərim. Deməli, bizdə müxtəlif cür registrlər var. Bu registrləri yoxlamaq üçün bizdə open funksiyası, open əməliyyatı var da, belə deyim, funksiyası var, hansı ki yoxlayır. Birinci biz data bloku yoxlayanda, yəni load eləyəndə, yükləyəndə yoxlayır, baxır, görür ki, bizdə bu blok, yəni DB registrin içində var, yoxsa yoxdur. Open DB2-dir. Open funksiyanın adı, bu yoxlayır ki, bizim bu registrdə, DB registrində DB2 bloku var, yoxsa yoxdur. Bu birinci əməliyyatdır. İkinci əməliyyatı isə dostlar, burada nə baş verir? Yoxlayır, open yoxlayanda görür ki, yəni DB2 registr, DB2 data blokunu biz yaratmışıq və o DB registrində varsa, artıq ikinci əməliyyat kimi L, məsəl üçün L DB2 nə yaza bilər orada? Yazır ki DB4 hər hansı bir ədədi yaz onun içinə. Məsəl üçün 100'ü. 100'ü yazır DB2 data blokun double word'ün içinə bu ədədi yazır. Və burada görsəz, burada görürsünüz bu DBX. DBX yəni 1 bit deməkdir. Burada isə 1 byte'ın birinci bitidir, belə götürüm. Və burada isə 2 byte götürülür söz. Çünki bizdə daha böyük məlumatlar yazılır bunun içinə, daha böyük vahidlər yazılır bunun içinə, bu registrin içinə, bu xananın içinə daha doğrusu. Və belə ola bilər, ola bilsin ki, sizdə olsun burada, məsəl üçün, əgər DI registrinə yazmışsa nəysə, yenə open yoxlayır, DI-ni yoxlayır, əgər varsa artıq keçir DI registrinə işləməyə, məsəl üçün yazıla bilər DX 2.0, bu bitlərdir, yaza bilər DIB, bu olacaq bizdə byte'lardır və word və dword ola bilər, div və did. Bu dword olacaq. Ümumiyyətlə, bəli dostlar, məsləhət görürəm ki, ümumiyyətlə, belə adreslərlə işləməyəsiniz, çünki simvolik adreslər daha rahatdır.
Amma dərinə getdikcə, siz artıq SQL-i tam mükəmməl bildikcə, öyrəndikcə artıq bu dildən də çox xoşlanırsınız. Əsasən C və C++ proqramçıları bununla işləyəndə daha çox xoşlanacaq bu yazılışdan, nəinki simvolik yazılışdan. Və data bloklardan bu qədər dostlar. Artıq məlumat əldə etmək istəsəz, yenə də oxuya bilərsiniz. Yaxud Taskar saytında biz bəzi kitabları yükləyəcəyik. Sadəcə tərcümə mərhələsindədir. Başqa kitablardan da nümunə götürürük ora üçün. Yükləyib daha ətraflı məlumat ala bilərsiniz. Çox sağ olun dostlar. Növbəti dərsimiz olacaq bizim OB bloklardan və sonra keçəcəyik biz söz verdiyimiz kimi interbloklara tətbiq olunması və sonra keçəcəyik SCADA üzərində proqram yazılmasına. Çox sağ olun, yenə də təşəkkür edirəm dostlar.